Doktor, sizə bir sualım var. Mənim ərimə 4 ilə yaxın bir cinsi əlaqədə olmam. Mən ərimlə. Ərim istəyir, mən yox. Bu nədən ola bilər? Bir qadının cinsi istəyinin bir dönəmdən sonra kəsilməsinin səbəbləri arasında birinci səbəbi partnyorla əlaqələndirir. Yəni partnyor artıq əvvəlki ona çəkici, ehtiraslandırıcı gəlmir ola bilər. İkinci şeylər isə biraz daha cinsel performansın aşağı olmasına, yəni ki, cinsəllik sırasında sevişmə yetərsizdir. Cinsel əlaqə sırasında boşalma çox qısa müddətdə baş verir. Ereksiya problemləri yaşayır partnyor. Bunlar da qadında cinsel istəksizlik yaradır. Çünki kişi deyək ki, erkən boşaldığı üçün cinsel əlaqə çox erkən bitdiyində qadın biraz da ehtiraslandıqdan sonra artıq əlaqə bitir. Bu da sürekli baş verdiği için artıq qadın bir müddətdən sonra cinsel əlaqəyə qarşı istəksiz olur. Bundan sonra doğuşdan sonraki dönemde qadında hormonal dəyişikliklər cinsel istəklərinə təsir edir. Qadının bədənlə əlaqəli algısının pisləşməsi, yəni özünü daha çirkin hiss etməsi onun cinsel istəyinə təsir edə bilər. Diğer bir şey ise qadın cinsel əlaqə sırasında ağrı hiss edir. Yəni vaginal quruluqlar və yaxud da ki, müxtəlif səbəblərdən, vaginizm, disparoniyalı səbəblərdən cinsel ağrı da qadında cinsel istəksizlik səbəbi ola bilər. Bunların hamısı partnyorlara da çəkici gəlirsə, bu səbəblər araşdırılmalıdır.